Bayaq ki, bəyin seçdiyi rəng deyəndə bir dənə bir şey yadıma düşdü. Arada bir belə də gedirsən, Bakının kəndlərinə və yaxud da digər rayonlara gedəndə görürsən ki, o qəşəng evlər gedir, birdən bir tam olaraq cəhrayı rəngdə. Deyirsən, bu nədir o belə? Bu nə rəngdir də? Belə interesli gəlir adama, qəribə gəlir. Amma görürəm ki, adam həmin vaxtda nə hiss keçirib ki, o rəngi qərara gəlib ki, o rəngi götürməyə. Bir dənə bir məsələ var, baxın, bax tutalım ki, mən düzdür, bu proses mən görürəm çox qəliz gedir. Əslində evdə mübahisələr də ona görə baş verir ki, biri deyir ki, yox, mən bu rəng istəyirəm, divarı biri bu rəng istəyirəm. Evdə qırğın gedir o. Hətta çox vaxtı boşanma halına gəlib çıxa bilir o təmir vaxtı. Orada bir dənə məsələ var. Tutalım ki, biz qərarlaşdırdıq ki, belə deyim də, indi aboy seçirik də. Aboy deyən divar kağızı seçirik. Aboy indi hamının dilində səslənən bir şeydir. Divar kağızı seçirik və divar kağızı seçəndə bizim qarşımızda o qədər çeşid açılır ki, adam özü çaşır. Yəni bilmirsən ki, bunu götürəsən, hansını bunu götürəsən, yaxud da o birini. Aralarında ilişib qalırsan. Divar kağızı götür. Nə seçimi necə eləməliyik biz? Divar kağızlarının özünün bir dönəmi var. Pandemiyaya qədər tamam fərqli divar kağızından istifadə olunurdu. Pandemiyadan sonra tamam fərqli divar kağızından istifadə olunur. Çox maraqlı bir statistikadır. Pandemiyaya qədər çox məşhur bir brendlərin divar kağızından istifadə olunurdu. Güllü, çiçəkli, yəni bu brend olsun, o olsun, bu olsun. Pandemiyadan sonra çox sürətli bir şəkildə emulsiya tipli divar kağızlarından istifadə sürətlə qalxdı. Sadə, üstündə heç bir elementi olmayan bir bufirkasiya nöqtəsi yaratdı pandemiya əslində. Həm dizaynda, həm ev tikintisində diqqətlə fikir versəniz, kvadratları azaldırıq. Bu əslində pandemiyadan sonra startı verildi. Bir ölümlə ki, insan üz-üzə qalır. Bax, o prosesdən sonra əslində çox şeyin boş olduğunun fərqinə varır. Maraqlıdır. Bəli. Amma divar kağızı yoxsa emulsiya seçilməlidirmi? Yoxsa ümumiyyətlə divar kağızından nələrə üstünlük verilməlidir? Çoxdur divar kağızı. Çoxdur. O gedirsən bir adamın qabağına bir 200 dənə model qoyurlar. Bilmirsən bu belədir, bu belədir. Mən nəyi seçməliyəm mən? Bax, o seçimin qarşısını almaq üçün əslində dizayn prosesi ona görə həyata keçirilir ki, sizin seçiminiz çox olmasın da. İndi hər adam özünə dizayn eləyə bilmir. Doğrudur, amma bizim özümüzdə də belə bir standart var ki, hal-hazırda onun prosesin işləri gedir. Luxury, yəni yüksək təbəqədə istifadə olunan, istəyir mebel olsun, istəyir divar kağızı olsun, istəyir aksesuarlar olsun, fərqi yoxdur. Bunların hamısını orta təbəqə və bir level aşağı təbəqə üçün necə assosiasiya eləyə bilərik? Bax, onların hal-hazırda düşüncələri gedir ki, onu necə eləyək ki, hamıya əl çatan olsun. Yəni əlçatan olsun deyəndə ki, əlçatan olsun orada qiymətlər çox oynayır da. Əslində baxsan ki, bir dənə belə bir məsələ var da. Gedirsən baxsan, bir aboy 20 manatdır, misal üçün. Rulon da deyək, yəni nə ilə gedir bilmirəm. Birinə baxsan ki, 400 manatdır, hətta 2000 manata qədər gəlib çatanlar var. Yəni bu nə fərq var? Başa düşürəm ki, dizaynın fərq edir. Amma yəni keyfiyyət baxımından fərq edir ümumiyyətlə o? Keyfiyyət baxımından kimyəvi tərkibinə görə dəyişiklik olur. Bir də brend məsələsi var da. Məsələn, eyni məhsulu bəlli bir mağazalardan alanda müştərilər deyir ki, mən filan mağazanın məhsulundan istifadə eləmişəm, amma o filan mağazanın məhsulunu aşağı və ya orta segmentli mağazadan da birə-bir görüntüsünü əldə eləmək olur. Əslində bayaq mənim o sizə dediyim o luxury bir üslubun aşağı səviyyəyə, yəni bir tık orta səviyyəyə gətirilməsinin məqsədi odur ki, zaten eyni şeylər var. Məhsul çeşidləri o qədər artıb ki, eyni görüntünü verə biliriksə, niyə filan mağazadan alaq? Gələ alaq da eyni məhsuldur.